Xalq artisti Aygün Kazımova Qəbələ Festin bağlanış gecəsində möhtəşəm çıxışı ilə tamaşaçıları coşdurub. Konsert zamanı səhnəyə çıxan məşhur qonaq sənətçi Aygün Kazımovanı arxadan qucaqlayaraq maraqlı anların yaşanmasına səbəb olub. Həmin görüntülər sosial şəbəkələrdə qısa zamanda yayılıb və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Konsertdən paylaşılan videolar minlərlə bəyənmə və şərh toplayıb. Kralı olan nevmekar, güzel insanın, hürmetli nazirimizin Hava məndən danışanda, meydan qızışanda, dostlar yarışanda, məclisə mənə çağırarsınız. Hava məndən danışanda, meydan Nələ gölə yerə enmək, yaradıcılıq ölmür. Çünki arzucan bu həsrəti daşıyıram, sənsiz daşıyıram.